Salam, Dövlət İmtahan Mərkəzinin 20 aprel tarixində keçirilmiş olduğu buraxılış imtahanından 9-cu siniflərin ingilis dili suallarına baxaq. Kanala abunə olmağı unutmazsınız, zəhmət olmasa. 13-cü sualdan başlayaq. 13-cü sualda cümləyə baxırıq. Onlar məni dəvət etmədilər, ona görə də mən getmədim deyərəm. Cavabımız so, yəni C variantı olacaq. 14-cü sualda deməli söz önü mövzusudur. Bu şəkillər mənim dostum tərəfindən çəkildi. Birinci səhvdə with olacaqdı. Daha doğrusu by olacaqdı. Sorry, canlı var bu da. By my friend, dostum tərəfindən. Və sağ tərəfində telefonla çəkilib deyəcəyik. By və with, yəni doğru cavabımız olacaqdır. 14-də D variantı. 15-də bizdən düzgün pasiv formanı soruşur. Pasiv üçün bizə to be fe'l 3 lazımdır. A-da to be fe'l 3 yoxdur. B-də yoxdur. C-də fe'l 3 yoxdur. Y-də yoxdur to be. Cavab D variantı. Cotton is planted. 16-cı sualda mübtədanın sırasında, yəni sualında söz sırası dəyişmirdi. Cavabımız sadəcə burada who olur, yəni B variantı. 17-ci sualda anam çox yorğundur, ona görə də ona nə etməliyəm, kömək etməliyəm deyərik, must deyəcəyik. Vaxt baxımından digər suallar niyə olmaz izahını vermirəm, sadəcə doğrulan izahını verim. Qaranlıq qalan bir şey olsa mütləq şərhə yazarsınız. 18-ci sualda honest, dürüst, vicdanlı deməkdir. 1-ə C olur. Always telling the truth, həmişə düzgünü deyir. Patient A olacaq. Səbirli, uzun zaman nəyəsə gözləyə bilmək deməkdir. 2A. Daha deməli 1C, 2A hansıdır? Cavab B variantı oldu 18-də. 19-cu sualda düzgün formanı soruşur. Mən kökdən dəyişir deyə apostrof S olur və this cəm olduğu üçün məndə cəmdə olar. Doğru cavab 19-da olur A variantı. Keçək digər suallara. 9-lar üçün, onlar üçün irəlidə faydalı videolar olacaq. O videoları qaçırmamanız tövsiyə olunur. Kanal sinif yoldaşlarınızla da paylaşa bilərsiniz. 20-ci sualda isə deməli pul tapılıbdır. Onlar onu polisə verdi. Birinci tərəf passiv was olmalıdır. İkinci tərəf gave olacaqdır. Yəni B variantı düz gəlir. To be mütləq olmalıdır. Çünki pul tapılar, pul tapmaz. Ona görə orada B olur. Məsələn, bu da Y olmur. 21-ci sualda yaxın mənalı söz soruşur. Nice, qəşəng, gözəl, beautiful, qəşəng, gözəl, yaxın mənalıdır. Close meaning-ə diqqət edirik. 22-ci sualda adamın davranışı və yaxud da hərəkət üsulu, bu da manner olacaq. Davranış, tərz mənası var. Elə A doğru cavabdır. Decision qərardır. Təəssüf ki, bu decision yanlışdır orada. Habit vərdişdir. Opportunity imkandır. Dream xəyal arzudur. 23-ə baxaq. Art collection deyir. Sahilə bilən tək isimdir. Sahiddən başlayır. Ən olacaq sol tərəfdə. In the museum olar cavab olaraq. Çünki museum M-lə başlayır. Bu da N veribdir. D olmur təbii ki. Cavab 23-də C olur. 24-də bu kitablarda olan məlumat. Məlumat sayılır, sayılmır. Sayılmır deyə təkdə olmalıdır xəbər. Is olacaq. Bir də 5-dəki was olacaq. Nə qaldı? 2 və 5 cavab C variantı olur. Readingi digər videoda izah edəcəm. Səbirli olasınız biraz. 25-də antonimi bizdən deməli soruşur. Təhlükəli, təhlükəsiz. 1 doğrudur. Antonim olaraq boring, sıxıcı, interesting, maraqlı. Bu da antonimdir. Cavabımız 1 və 4 oldu. Reading suallarını hazırlayıb indi kanalda paylaşacağım. Birazdan baxarsınız. Bu da qrammatika. Uğurlar hər birinizə. Ümid edirəm ki, yaxşı yazmısınız. Ürəyinizi sıxmayın. Hər şey inşallah ki, yaxşı olar. Allah'a əmanət.